Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlə 20 əsas cümlə texnikalarından danışacağıq. İnşa yazmaq üçün əsas olan iki mərhələdən biridir mənə görə. Yəni birinci mərhələ söz bilməkdir. Ümumiyyətlə Azərbaycan dilində cümləni qurub və ya inşanı qurub ingiliscə keçirərkən iki məsələni əsas bilməliyik. Birincisi sözün tərcüməsini, ikincisi də cümləni qura bilmə qaydalarını bilməliyik və cümlə qura bilmə qaydalarında da ən əsas məsələ onsuz da cümlə texnikalarıdır. Yəni təbii ki, burada təməl qayda ardıcıllıqdır. Mübtəda, xəbər, tamamlıq, məkan zərfi gəlir, zaman zərfi gəlir. Amma zaten bu texnikaların izahında o təməl qaydanı da deyirik. Amma əsas məsələ cümlə texnikalarıdır. Cümlə texnikaları dedikdə nəyi nəzərdə tuturuq? Məsələn, sənin zehninə gələcək zaman, ən asanını deyim, gələcək zamana aid olan bir cümlə gəlib, acaq-əcək şəkilsini, yəni gələcək zaman hissəciyini necə verəcəyini bilmirsən, bu təbii ki, vilşəldir. Passive voice kimsə tərəfindən edilən hərəkət. İndiki bitmiş forma texnikası var, ən çox işlənənlərdən. Feili sifət var, ing və ya id ilə və ya irregular kökündən dəyişəndən. Mürəkkəb cümlə necə gəlir, necə qurulmalıdır. Bunlar istər-istəməz bizim Azərbaycan dilində zehnimizə gələn cümlələrdir. Amma bunu ingilis dilində bu texnikaları, bu belə deyək, quruluşları necə qurmalıyıq, onu bəzən şagirdlər, bəzən yox, həmişə bilmədiklərinə görə cümləni səhv tərtib edirlər və bu imtahanda 0 bala zəmin yaradacaq məsələlərdəndir. Cümlə texnikalarına keçməmişdən əvvəl ekranda göstərdiyim həmin bu cümlə texnikaları ən əsas olanlardır. Təbii ki, çoxdur. Belə baxanda ingiliscəsində çoxdur, amma bu 20 cümlə texnikası mənə elə gəlir ki, şagirdlər üçün kifayətdir ki, bu 20 cümlə texnikasının üzərindən təbii ki, o demək deyil, məcbur bu 20 texnikanın hamısını bir inşada işlətmək lazımdır. Xeyr, amma bu 20 texnikanı bildikdən sonra inşada, belə deyək, imtahanda rahatlıqla inşanı yazmaq mümkündür. Keçək cümlələrə. Birinci cümləmiz mötərizədə yazılıb, modal feil texnikasına aiddir. Məsələn, imtahanda zehnimizə belə bir cümlə gəlib, hökumətlər kasıb ailələri və uşaqları dəstəkləməlidir. Burada malı-məli şəkilçisi var. Təbii ki, malı-məli asan texnikalardan biridir. Malı-məli modal feildir. Malı-məli dedikdə əsasən must şagirdlərin zehninə gəlir. Have to, ought to, should var. Biraz tövsiyə xarakterli olduqda, yəni mədəni formada tövsiyə xarakterli etdikdə should daha yerinə düşür. Ona görə biz burada should'dan istifadə edəcəyik. İndi keçək cümləni yazmağa. Ümumiyyətlə təməl qayda biraz əvvəl dediyim kimi budur ki, hökumətlər kasıb ailələri və uşaqları dəstəkləməlidir. Hər zaman mübtəda, xəbər, sonra varsa tamamlıq gəlməlidir. Cümlənin ilk təməli, hər bir cümləni ingiliscə keçirərkən ilk öncə şagird özünə bunu deməlidir. Mübtəda, xəbər, tamamlıq. Bu cümlədə mübtədamız hökumətlərdir. Hökumətlər ingiliscə governments'dir. Mübtədanı verdik. Mübtəda və digər cümlə üzvləri arasında biraz məsafə qoyacağam. Hökumətlər kasıb ailələri və uşaqları dəstəkləməlidir. İkinci isə governments'dən sonra dəstəkləməlidir, xəbər yazmalıyıq. Təbii ki, mübtədadan sonra xəbər gəlməlidir. Dəstəkləmək, support verə bilərik. Həm mənəvi, həm də maddi dəstək əsasən support deyilir. Dəstəkləmək supportdursa, dəstəkləməlidir. Malı-məli şəkilsində əvvəlinə should olaraq artırıq. Modal feil verdikdə modal feili veririk və özündən sonra feili ana formada yazırıq. Əgər bizim məsələn deyirəm, mübtədamız tək olsaydı, supports s olmalıydı, amma əvvəlinə modal feili keçdi deyə artıq bu s-i də silirik. Təbii ki, burada onsuz da governments'dən s də olmaz, amma ümumiyyətlə, yəni modal feildən sonra gələn feil mütləq şəkildə ana formada şəkilsiz, yəni zaman və şəxsə görə dəyişməməlidir. Should support. S, ed şəkilsizlər olmamalıdır. Bu da modal feil texnikasında işlənən ən əsas məsələ. Şagirdlər çünki çox zaman modaldan sonra tək xəbər falan verir. Bu yanlışdır. Government should support. Hökumət dəstəkləməlidir bu texnikaları. Belə çərçivəyə alaq. Hökumət dəstəkləməlidir. Nəyi dəstəkləməlidir? Nəyi, nəyə, kimi, kimə sualına adətən cavab verən tamamlıq olur. Həmişə mübtəda xəbərdən sonra tamamlığı fikirləşin. Kasıb ailələri və uşaqları. Zaten burada onsuz da bir dənə cümlə üzvü qalıb, o da tamamlıqdır. Kasıb ailələri, kasıb, poor, ailələr, families və uşaqları, children. Bu da tamamlığımız. Cümlə tamamlandı. İkinci cümlədə. Passive voice, yəni to be V3 düsturuna aid olan cümlədir. Yuxarıda da qeyd olunub. Bu ekranda görsənən yuxarıda cümlə texnikalarının şəklini çəkib saxlaya da bilərsiniz. Passive voice cümlə texnikalarından to be with süsuru, yəni kimsə tərəfindən edilən hərəkətdir. Məsələn, burada məsələ nədir? Təmiz su bir çox ölkələrdə qorunur. Qorunur burada özü qoruyur deyil, kimsə tərəfindən qorunur. Hadisə kimsə tərəfindən baş verildiyi sətir altı mənasında varsa, məsələn, əkmək və ağac əkmir, ağac əkilir.
İnsan isə ağacı əkir. Əkir başqadır, əkilir başqadır, təbii ki, bilirsiniz. Yəni kimsə tərəfindən edilən hərəkət olduqda passive voice to be with düsturunda yazılmalıdır. Gəlin birinci mübtədanı yazaq. Mübtədamız burada təmiz sudur. Clean water. İngilis dilinə çevirək. Clean water, təmiz su qorunur. Qorumaq normalda protectdir. Amma biz bunu feilə ed artırıb əvvəlinə də is ardan və ya is artıracaq. Təbii ki, clean water tək olduğuna görə ar artırmayacaq və indiki zaman olduğuna görə was verdən də söhbət gedə bilməz, qalır is. Əvvələ to be, yəni əmizar was ver başa to be dedikdə və feilin sonuna id şəkilsi təbii ki, qaydalıdırsa, qaydasızdırsa kökündən də dəyişə bilər. Məsələn, go olacaq, daha doğrusu gone. Yəni üçüncü forması nəzərdə tuturuq. Feili üçüncü formaya çevirir. Əvvəlinə də to be qoyduqda artıq hərəkəti özü icra etmir, kimsə tərəfindən edilir olacaq. Məsələn, qorumur, qorunur kimsə tərəfindən. Necə ki, burada da qorunur sözü is protected qeyd olunur. Aha, əsas məsələ buydu. Keçək indi sizlə tamamlığa. Təmiz su qorunur yazdıq. Aha, bir çox ölkələrdə, təbii ki, burada vergülə qədər birinci cümlə hələ tamamlamalıyıq. Bir çox ölkələrdə təbii ki, bir çox many verə bilərik. Ölkələr country'si dadəni ilk öncə yazacaq. In many countries. In dadədir, ölkələrlə dadə olur və salam. Keçirik ikinci cümləyə. Because, çünki o, daha doğrusu bunları silək. Because, çünki o həyat üçün lazımdır. O həyat üçün lazımlıdır. O mübtədamız təbii ki, it olacaq. O dedikdə sudan danışırıq. Lazımlıdır həyat üçün yazacaq. Birinci xəbəri, sonra həyat üçün geri qalan cümlə üzərinə lazımlıdır. Dırdir. Bu cümlədə hərəkət yoxdur. Yəni fail, protect, support kimi birinci, ikinci cümlədə fail vermirik. Çünki bu cümlədə fail yoxdur, hərəkət yoxdur. Hərəkətsiz cümlələrin xəbəri is ya da ar olur indiki zamanda. Itlə is olacaq. Is yəni dırdir deməkdir. It is. O lazımlıdır. Lazımlı necessary daha düzgün olar. Important da verə bilərik. It is important. Bu vacibdir həyat üçün. Amma adətən lazımlı, gərəkli mənasında, məna çalarında gərəkli mənası varsa adətən necessary işlənir. It is necessary həyat üçün for life. For life. Üçüncü cümlədə comparison degree, yəni müqayisə dərəcəsi daha. Məsələn, burada həmin məna verilib harda? Şəxsi maşını daha ucuzdur. Aha. Daha təbii ki, more və ya er şəkilsidir. Ucuz cheapdirsə, daha ucuz cheaperdir. Er artırmaqla olacaq. Tək hecalarda er olur, yazacaq. İctimai nəqliyyat böyük şəhərlərdə şəxsi maşınlardan daha ucuzdur. İctimai nəqliyyat public transportation verə bilərik. Public transportation və ya public transport da ola bilər, fərqi yoxdur. Hətta belə də yaza bilər. Public transport daha çox belə deyək, işlənən yayğın sözü. Public transportation daha mücərrəd mənadır. Public transport, ictimai nəqliyyat böyük şəhərlərdə şəxsi maşınlardan daha ucuzdur. Burada xəbərimiz bizim olacaq daha ucuzdur. Şəxsi maşınlardan böyük şəhərlərdə ardıcıllıq belə olacaq. Public transport daha ucuzdur. Yenə xəbər burada hərəkətsiz xəbər olduğuna görə yenə dırdir, iz və ya ar verəcək. İz olacaq, təbii ki, transport təkdir. Daha ucuzdur, ucuz cheapdir, daha ucuz er artırmaqla olacaq. Təbii ki, uzun söz, yəni iki hecalı, iki və daha çox hecalı olsaydı, o artıq belə deyək, more-dan düzələcəkdi. Amma burada artıq belə deyək, tək hecalı cheap söz olduğuna görə erlə yaradacaq. Is cheaper daha ucuzdur. Nədən daha ucuzdur? Şəxsi maşınlardan. Burada müqayisədə olan damdən, bax, müqayisədə olan bu damdən, bunu artıq çərçivəyə almıram. Hətta bunu belə də çərçivəyə ala bilərik ki, yəni bilək ki, bu əksinə bir yerdə hesab olunur və daha ucuzdur maşınlardan zən yazdıqda bu dan ucuz mənasına gəlir. Yəni demək olar ki, dan ucuz mənasındadır. Cheaper than. Nədən ucuzdur? Şəxsi maşınlardan. Şəxsi private cars. Bu da olacaq şəxsi maşınlardan daha ucuzdur. Public transport is cheaper than private cars. Şəxsi maşınlardan daha ucuzdur. Qaldı nə? Böyük şəhərlərdə. Böyük şəhərlərdə in big cities. Cümləmiz tamamlandı. Present perfect, yəni indiki bitmiş forma. İb,
mış-mış şəkilçiləri. Məsələn, burada ıb görürsünüz. Bax, bu ıb əsasən ıb mış-mış şəkilçiləri üzərindən danışılır. Yəni, present perfect, have has üstəgəl feilin üçüncü forması. Deməli, bu nədir? Hadisənin nəticəsi göz qabağındadırsa, məsələn, hər zaman yadda qalsın deyə deyirəm, Azərbaycanda turizm son illərdə inkişaf edib, ıb deyirik. Yəni, hadisənin nəticəsi göz önündədir hal-hazırda. Bu zaman hadisə bitib, amma nəticə göz önündə olduğuna görə bitmiş format düsturu ilə vermək lazımdır. İndi o düsturu cümlədə tətbiq eləyəcəm. Burada da eyni düsturdan istifadə olmalıdır. Çünki buradakı ki, bir çox məktəblər dərslərdə texnologiyadan istifadə etməyə başlayıblar. Artıq başlayıblar, hadisə bitib artıq, amma nəticə göz önündədir. Yenə mübtəda ilə başlayacaq. Bir çox məktəblər dedikdə, təbii ki, many schools verə bilərik, bir çox əsasən many'dir. A number of falan çox deyə bilərik, təbii ki, bir çox sözünü çox əvəzləyə bilərik. Many verdik. Çox məktəblər mübtəda. İstifadə etməyə başlayıblar. İstifadə etmək təbii ki, burada, daha doğrusu, başlamaqdır burada xəbər. İstifadə etməyə başlayıblar. Əsas xəbərimiz başlayıblardır. Başlamaq startdır. Biz bunu present perfect'in düsturu isə təbii ki, bunları artıq əzbər bilməlisiniz. Feili üçüncü forması necə passive voice ikinci cümlədə var idi. Feili edli formaya çeviririk. Amma bu səfər əvvəlinə passivdə olduğu kimi is, are yox, have-əzə də artırırıq. Təbii ki, have has artırıq. Schools cəm olduğuna görə have olacaq. Have started. Bəzən burada görürlər, çaşırlar, şagirdlər elə bilirlər ki, ed. Hətta burada da passive voice-də edi görüb elə bilirlər keçmiş zamandır. Xeyr. Zamanı bildirən birinci gələn have və ya is-dir. Bu indiki zaman hesab olunur. Bu feilin üçüncü formasıdır. Demək olar ki, cümlədə, yəni cümlənin xəbəri baxış açısından zaman bildirmir. Many schools have started. Deməli, necə oldu? Have has üstəgəl feilin üçüncü forması ıb mış-mış şəkilçilərin qarışığıdır. Nəzərinizdə qalsın. Aha, başlayıblar. Deməli, nəyə başlayıblar? Mübtəda xəbəri verdik. Mübtəda xəbərdən sonra nə gəlməlidir? Bir çox məktəblər başlayırlar istifadə etməyə. Aha, bizim tamamlığımızda əgər feil varsa, mütləq xəbərdən dərhal sonra gəlməlidir əsasən. Başlayıblar istifadə etməyə. İki feil yanaşı gəldikdə arasında mütləq to işlənməlidir. To neysə çərçivənin sonra silərik. Have started to use. Başlayıblar istifadə etməyə. İndi biz burada yeni texnologiyadan nəyi istifadə etməyə? Yeni texnologiyanı istifadə etməyə. Adətən dan-dən burada deyilmir, ingiliscə yazılmış. Çünki yeni texnologiyanı istifadə etməyə başlayıblar deyəndə I şəkilsi ingiliscədə yoxdur. Yeni dərslərdə texnologiyadan istifadə etməyə başlayıblar. Technology tamamlığımız. Qaldı nə? Dərslərdə. Dərslərdə də in lessons. Cümləmiz tamamlandı. Many schools mübtədaydı. Have started to use xəbərdir. Texnology tamamlıqdır. Təbii ki, burada birinci tamamlıq olaraq feil tamamlığı da var. İki feilin arasında to olmalıdır. Onu da qeyd elədik. In lessons dərslərdə. Beşinci cümləyə keçirik. Beşinci cümləmizdə person who predicate, bu nədir? İnsanlar ki, başqalarına kömək edirlər. Əslində biz bu cümləyə, bax bu cümlə bizim zehnimizə belə gəlir. Başqalarına kömək edən insanlar. Başqalarına kömək edən insanlar, hətta bunu mən belə yazım, daha yaxşı olar. Başqalarına Azərbaycan dilinə keçirək. Vaxtınızı alıram bir dəqiqə. Edən insanlar. Başqalarına kömək edən insanlar. Başqalarına kömək edən insanlar cəmiyyəti daha mehriban edirlər. Burada da vergülü yəqin keçilməliyik. Başqalarına kömək edən insanlar cəmiyyəti daha mehriban edirlər. Bu cümlədə mübtədamız nədir bizim? Mübtədamız budur. Mübtədanı verdikdə baxırıq ki, başqalarına kömək edən insanları biz necə yazaq? İngiliscində bu cür ifadələr edən, an, ən şəkilsi bura diqqət edin. Təsvir varsa, qırmızı papaq taxan oğlan, qara rəngdə olan kitab, an, ən və ya ilan ilənlə bir ismi istər canlı, istər cansız təyin ediriksə, o ingiliscində o ifadə tərsdən yazılacaq. Birinci, insanlar kömək edir. Təbii ki, burada kömək edir bir yerdə feildir. İnsanlar kim ki kömək edir? An, əni kim ki və ya hansı ki, təbii ki, insanlar canlı olduğuna görə kim ki-dən istifadə edəcəyik. İnsanlar kim ki kömək edir başqalarına. Tərsinə yazılacaq. Məsələn, yazaq. İnsanlar, yəni bu people olacaq. İnsanlar dedikdə people who kömək edir dedikdə təbii ki, help verəcəyik. İnsanlar cəm olduğuna görə helps verməyə də ehtiyac yoxdur.
People who help, insanlar kim ki kömək edir başqalarına. Others. Aha. Bu oldu bizim bu ifadənin yazılış qaydası. Burada iki məsələni bilməlisiniz. Bu cür ifadələrdə təsvir etdikdə bir ismi təsvir etdikdə bilməlisiniz ki, ya bu ismi biz deməli who-la ya which-lə yazacağıq. İki şey. Biri who, which-lə təyin eləmək, ən şəkilçisini. İkincisi də tərsdən yazmaq. Bu ikisini bilsəz, işiniz rahatdır. Mübtədanı yazın. İndi xəbərə keçməliyik. Daha mehriban, cəmiyyəti daha mehriban edirlər. Aha, bu make-li ifadə çox önəmli məsələdir. Nəyisə mehriban etmək, maraqlı etmək, xoşbəxt etmək, şad etmək, şən etmək, sifətlə etmək olduqda, sifət nitq səsi ilə etmək olduqda make-li ifadə yaranır. Xəbəri make ilə verin həmişə və make ilə sifətin arasına tamamlığı salın. Məsələn, mehriban edirlər nəyi? Cəmiyyəti. Cəmiyyəti dedikdə təbii ki, cəmiyyət olacaq society. Arasına məsafə qoyaq. Society. Make society daha mehriban. Mehriban təbii ki, kind verə bilərik. Daha mehriban kinder olacaq. Bu artıq make-li birləşmədir, make-li ifadədir. Nəyisə necəsə etmək olduqda sifətlə verdikdə make-lə vermək lazımdır və tamamlıq araya girməlidir. Bu məsələdə diqqət edin. Aha, cümlədə yəqin ki, başqa bir şey qalmadı. Mübtəda xəbəri verdi, tamamlığı da verdi society. Aha, cümləmiz bitdi. Bunu da dairəyə alaq. Aha. 6-cı cümlədə verb to verb 1 iki feil yanaşı gəldikdə biraz əvvəl əslində biz bunu deməli 4-cü cümlədə started to use ifadəsində dedik. Have started to use. Xəbərin dərhal sonrasında feil gəldikdə iki feilin arasında to olmalıdır və ikinci feil bir, yəni ana formada olmalıdır. Şəkilsiz, şəxsə və zamana görə dəyişməyən formada. Gənc insanlar gələcək üçün təbiəti qorumağa çalışmalıdırlar. Gənc insanlar gələcək üçün təbiəti qorumağa çalışmalıdırlar. Bu cümlənin mübtədası gənc insanlardır. Gənc insanlar olacaq young people. Mübtədanı rahat verdik. Gələcək üçün təbiəti qorumağa çalışmalıdırlar. Mübtədanı verdikdən sonra xəbər verməliyik. Xəbərimiz olacaq çalışmalıdırlar. Çalışmaq try'dır, amma malum əli də var burada. Modal feil düsturda var. Should. Əsasən inşada tövsiyə edərdim ki, malum əlini should-la istifadə edin. Young people should try. Çalışmalıdırlar. Qorumağa təbiəti. Təbii ki, təbiəti qorumağı yox, qorumağa təbiəti yazacaq. Bu da əsas məsələlərdən biridir. Ümumiyyətlə, yadınıza qalsın ki, feili birləşmələrdə birinci feil əvvələ keçir. Məsələn, hər zaman belə deyirəm. Futbol oynamaq yox, oynamaq futbol. Dəftəri yazmaq yox, yazmaq dəftəri. Dərsi danışmaq yox, danışmaq dərsi. Ümumiyyətlə, feili birləşmələrdə hər zaman feil əvvələ keçir. Burada da təbiəti qorumaq yox, qorumaq təbiət olduğuna görə biz burada tamamlığı bu formada verəcəyik. Təbiəti, qorumaq təbiəti. Qorumaq da protect-dir. Save də verə bilərik. Protect daha düzgündür. Amma əvvəlində try feil gəlib deyə try də feildir. Cəhd eləməyə çalışmaq. Protect də feildir. İki feilin arasında mütləq to olmalıdır və to-dan sonra gələn ikinci feil ana formada olmalıdır. Yəni protect, s, ed olmadan birdən bu try keçmiş zamanda belə olsaydı tried, o zaman yenə protect'i biz ana formada verəcəkdik. Çaşıb protected verməyəcəkdik. Bəzən uşaqlar belə çaşır. Cümlədəki bütün feilləri keçmişə keçirir. Xeyr, yalnız birinci gələn keçmişdə olmalıdır. Young people should try to protect. Cavan insanlar, gənc insanlar çalışmalıdırlar, qorusunlar nəyi? Təbiəti. Təbiət təbii ki, nature-dir. Təbiəti i şəkilsi yoxdur ingilis dilində. Ona görə səhvən onu düşünməyin. Yazmırıq onu. To protect nature. Deməli, gələcək üçün, gələcək for, gələcək də əsasən z artiklından işlənməlidir. İndiki zamana görə olan gələcəkdən danışır. For the future. Aha, cümləmiz yəqin ki, bitdi. 7-ci cümlədə zeri alır. Cümlədə şəhərlərdə çirklənməni azaltmaq üçün çoxlu yollar var. Şəhərlərdə çirklənməni azaltmaq üçün çoxlu yollar var. Haradasa nəsə var oldu. Ümumiyyətlə, var məsələsinə biraz aydınlıq gətirim. Var deyəndə bəzən şagirdlər həfəzə qaçır. Amma çox vaxt var heç həfəzlə yox, zeri ilə verilməlidir. Həfəz nə zaman verilir? Kiminsə var, mənsubiyyət olduqda. Mənim var, sənin var. Bu formada yəni həfəz olur. I have, you have. Amma haradasa, məsələn, divarda 3 şəkil var. Haradasa nəsə var olduqda, ümumi var olduqda zeri zera üstəgəl isim düsturundan istifadə eləmək lazımdır. Burada zeri zera var deməkdir. Təbii ki, isim var olan nədir? Çoxlu yollar. Yollar cəmdir deyə zeriz yox, zera verəcəyik. Vardır, nə var? Çoxlu yollar, many ways. Vardır çoxlu yollar.
Təbii ki, burada biraz əvvəlki cümlədə bunu da istəyirəm çərçivəyə alım ki, yəni qaydamız əsasən buydu. Deməli, burada da zeri zera. Təbii ki, çoxlu yollar var. Var ifadəsini deməli zera ilə verdi. Var çoxlu yollar. Var çoxlu yollar. Bunu işarələyə bilmədik. Var çoxlu yollar. Deməli, şəhərdə çirklənməni azaltmaq üçün çoxlu yollar var. Var çoxlu yollar azaltmaq üçün çirklənməni şəhərlərdə, məkanı ən axırda yazacaq. Çirklənməni azaltmaq yox, azaltmaq çirklənməni yazacaq tamamlıq olaraq. Biraz əvvəl dediyim kimi feili birləşmələrdə feil əvvələ keçməlidir. There are many ways azaltmaq üçün çirklənməni. Mag üçün, mək üçün yadınızda qalsın. Hər zaman mag üçün, mək üçün to'dur. Mag üçün, mək üçün verdikdə, yəni hərəkəti bildirdikdə filan şey edirik ki, filan şey üçün planlı, məqsədli bir hərəkətdən danışdıqda mag üçün, mək üçün hissəciklər hər zaman to ilə verilir. To reduce. Reduce azaltmaqdır. Mag üçün, mək üçün hissəcik isə for ilə falan vermir. For reducing biraz qeyri-təbii çıxır, hərəkətin özünə köklənir. Amma planlı bir iş, məsələn, vardır yollar filan şey üçün planlı, məqsədli işlər olduqda əsasən to ilə verilməyi daha düzgündür. To burada mag üçün, mək üçün əvəzləyir əslində. There are many ways to reduce, azaltmaq üçün çirklənməni. Pollution. Deməli, şəhərlərdə in cities. Məkanını da verdi və salam. Cümlə ilə işimiz bitdi. 8-ci cümləyə baxırıq. 8-ci cümlədə present continuous, indiki davam edici. Daha çox şagird dünya ilə ünsiyyət qurmaq üçün ingilis dilini öyrənir. Hal-hazırda hərəkət davam edici formaya işarə. Bu sadə formada da yazıla bilər learn, amma are learning to be ing ilə yazdıqda bu artıq davam edici formaya işarədir. Davam edici formanı göstərir ki, yəni hərəkətimiz